Salam əziz izləyicilər. Dekorativ quşlar kanalına baxırsınız. Yay mövsümüdür, iyul ayıdır. Ördəklərin çıxımı ilə bağlı video çəkib sizinlə paylaşıram. Bal ördəklər haqqında növbəti videolarımda çəkib sizə məlumat vermişəm. Yeni də məlumat verirəm. Saxlamaq üçün çox əlverişlidir, artımlı heyvandır. Bu göy rəngində olan ördəklər ilə 4 dəfə küt yatırlar, yəni hər fəsildə. Yumurta vermə qabiliyyətləri 10-13 ədəd olur və yumurtadan çıxdığı cüzə 3 cür rəngində olur. Yəni göy rəngində, zümrüdü rəngi və mirvari rəngində olur. 40% mirvari rəngi, 40% göy rəngində və 20% zümrüdü rəngində bala verirlər. Yaxşı olar ki, dostlar, bunların balası çıxdıqca atlarından götürülsün və özləri də bulaq tərəfə buraxılsın. Ne üçün ki, 3-4 həftə sonra yenidən ayılıb, mayalanıb yumurtlamağa başlayırlar. Dostlar, bunlar isə şokolad rəngli al ördəklərdir. Yəni yay olduğu üçün rəngləri 1-2 ton açılır və sonradan tezdən tündləşirlər. Yəni 50-60 gündən sonra tüklərini yenidən tünd rənglərini alırlar. Yəni bu rəngdən çox açıq rəng olmurlar. Yalnız bu ağ bunların paqonlarında olur. Krasnodar ördəyinə səhv salmayasınız. Sinələrində, başlarında bunların ağ rəng olmur. Rəngli ördəklərin yalnız qanatlarında, yəni paqonları olur. Birinci çıxan lal ördəyin balaları 10 gün, 12 gün bundan qabaq çıxıb və satılıb və kütdən ayılmadığı üçün altına qaz yumurtası yığmışam. Bunun balaları isə bir həftəlikdirlər. Çəkib sizə göstərirəm. Baxın dostlar. Maşallah olsun. 5 gün bir həftə mayalandırılıb satışa çıxarılır. Yerimiz Buzovna kəndində yerləşir. Mobil nömrəm 055 457 32 32-dir. Maraqlanmaq istəyən olsa zəng vurub əlaqə saxlaya bilər. Bunlar isə dostlar bir il ərzində 5-6 dəfə küt yatırlar. Növbəti videolarımda çəkib sizinlə paylaşmışam bunlar haqqında. Məlumat vermişəm yetərincə. Və ikinci olan ördəyin balalarıdır. Və orada göy rəngində olan ördəyin balalarıdır. Bu zümrüdü rəngindədir. Bu mirvari rəngindədir. Baxın, rənglərini səhv salmayasınız. Və bu da göy rəngində olur. Dediyim kimi, yəni bala çıxdığı zaman altından götürürsə daha məsləhət olar. Tezdən mayalanıb yumurtlamağa başlayırlar. Bunlar çox stres keçirdən heyvanlardır. Kaprizli heyvanlardır. Məsləhət görürlər ki, bunlar yumurtlayan zamanı bunların yumurtası altından götürülməsin, yerləri dəyişdirilməsin. Bunların yumurtası 80-85 qram olur. Yumurta vermə sayı, yəni 15-dən 20-22 hətta yumurta verirlər. Yəni 2-3 illik heyvanlar daha böyük yumurtlayır və sayları artır. 4 fərəyə bir aktiv erkək saxlayıram. 3-ə də yəni saxlansa 95% yəni yumurtanın toxumu olur. Bunlar isə 5 gündən sonra çıxardacaqlar. Yəni aralarında bir həftə fərq var. Baxın dostlar, istəyən olsa zəng vurub əlaqə saxlaya bilər. Dekorativ quşlar kanalımda digər videolarım da var. Bunlar haqqında digər videolarda paylaşmışam.
Və like eləyib kanalımıza abunə olmağı unutmayasınız. Bu qədər dostlar.